Bir daha salam değerli izləyicilərimiz. Hamınızı salamlayıram. Bir daha hamınızı xoş gördük. Deməli, hörmətli izləyicilərimiz, gəldik Alsu marketdən. İndi isə gedirik. Bazarlığımızı elədik. İçəridə mahnı oxuyurdu deyə. Müəllif hüququ gəlməsin deyə çəkiliş çəkmədim içəridən. Bağlıdır qapı. İnşallah Allah qoysa buradan da bazarlığımızı elədik. Övladı itkin düşən anamızı gedirik ziyarət eləməyə. Allah bütün ziyarətləri qəbul eləsin. Allah hamıya kömək olsun. Bütün hər kəsə təşəkkür edirik. Pənah qardaşımızın Allah ömrünü uzun eləsin. Amin. Allah ruzisinə bərəkət qatsın inşallah. Yavaş-yavaş gedək. Görək inşallah indi Sevinc Anagil boş olsa o da bizdən gedəcək. Bəli, səfərimiz inşallah başlayır Ağcabədi rayonunun Qiyaməddinli kəndinə. Dəyərli izləyicilərimiz, həmişə buradan gəlib yolumuz düşəndə bax burada şəhid Vüsal qardaşımızdan amin. Elmir qardaşımızın dəyərli izləyicilərimiz. Bulağı var. Allah bir daha qəni-qəni rəhmət eləsin bütün şəhidlərimiz. Allah yaxınlarına, ailələrinə səbr dözüm versin. Allah hamınıza kömək olsun inşallah. Allah həmişə bayrağımızı yüksəklərdə eləsin. Hər zaman bayrağımız yüksəklərdə dalğalansın. Dəyərli izləyicilərimiz, elə Sevinc ana ilə Zahir əmi də gəlir. Elə biz də burada gözləyirdik. Dedim qoy bir şəhidlərimizi də çəkək. Bax Elmir qardaşımızın evi xalqımızın birliyi ilə Şahmallar kəndi. Bax bu qabaqdakı kənd Şahmallar kəndidir. Bax orada Elmir qardaşımızın evi tikilir. Pənah qardaşımız tərəfindən şəhid Vüsal qardaşımızın evi polmuşdur, generalın remont olunubdur. Allah bir daha Pənah qardaşımıza uzun ömür, can sağlığı versin. Onun sayəsində biz də bu günləri həm şəhidimizin dəfnində iştirak elədik, həm şəhid ailəsini ziyarət elədik Dəymədağlı kəndində. İndi də gəldik Ağcabədi rayonunun Şahmallar kəndindəyik. Kəndin başındayıq. Burada da Vüsal qardaşımızın görürsünüz plakatı var. Onu da çəkim göstərim. Elə bax bu yolu, bu küçəni elə Vüsal qardaşımızın adına veribdilər. Allah ruhunu şad eləsin. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah qəni-qəni rəhmət eləsin. Və bax bu kənddə kanalımızın dəyərli izləyicilərimiz iki gözəl əl işi var. Biri xalqımızın birliyi ilə, yenə xalqımızın birliyi ilə, amma orada da ən böyük yük bizim Pənah qardaşımızın çiyinlərinə düşübdür. Allah ömrünü uzun eləsin Pənah qardaşımızın. Allah canını sağ eləsin və şəhid Vüsal qardaşımızın da evini elə yenə Pənah qardaşımız özü remont elətdirib öz vəsaiti ilə. Allah bayrağımızı həmişə yüksəklərdə eləsin. Bayrağımız hər zaman zirvələrdə dalğalansın inşallah. Bütün şəhid ailələrinə Allahdan səbir diləyirik. Və elə burada kəndin başında da gözləyirik. Elə Allah canını sağ eləsin. Bir gün saat əziyyət verdim Aysa. Allah köməyin olsun. Borcumuz sağ ol, var. Allah canını sağ olsun. Bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Amin. Allah köməyin olsun. Çox sağ ol Aysa. Əziyyət çəkən sənsən. Yox, nə əziyyətimiz var, borcumuzda. Allah razı olsun. Çox sağ ol. Sağ ol. Belə gəlsin Zahir əmi də inşallah yavaş-yavaş dəyərli dostlarımız. Yolumuz Ağcabədi rayonunun Qiyaməddinli kəndinə. Dəyərli izləyicilərimiz, Sevinc ananı da götürdük, gəldik. İnşallah Allah qoysa bu günləri anamızın gəlmişik ziyarətinə. Allah kömək olsun hamınıza. Allah canınızı sağ eləsin. Bir daha təşəkkürümüzü bildiririk Pənah qardaşımıza. Allah Zahir əminin də ömrünü uzun eləsin. Sağ olsun. O da həmişə bu tərəfdə nə işimiz olur, canla başla iştirak edir. Bizlə bərabər olur. Allah köməyin olsun Zahir əmin. Çox sağ ol. Bu günləri Ağcabədi rayonunun yuxarı Qiyaməddinli kəndində bir şəhidimizi ziyarətinə gəlmişik. Bu da şəhidimizin anasıdır. Şəhidimizi ziyarətə gəlmişik. Nə tərsən? Kes. Cəmi şəhidlərimizə rəhmət Amin. eləsin. Amin Allah. Hamısının məkanı cənnət olsun. Amin Allah. Amin. Allah ruhlarını şad eləsin şəhidlərimizin. Bu qardaşımızın da şəhidlik statusu verilib, hörmətli izləyicilərimiz. Amma əfsuslar olsun ki, hələ də nə şey tapılmayıbdır. Allah ailəsinə, anasına səbir versin. İnşallah tez bir zamanda
tapılar Allah qoysa. Hansı? Hə, tapabilir. Hə, biri Bakıdandır. Biri bizim. Allah səbir versin. Allah olsun, sağsa sağı yetsin. Amin, amin. Nə deyim, valla dilim də gəlmir deyəm belədir. Vallahi adamın dili gəlmir. Allah Ananın da bir gözü qalır yollarda. Allah elə eləsin ki, açılsın. Ziyarətin var, elə get gözün yığılsın. Ziyarətinə get gözün yığılsın. Elə. Tamından ayrı vallahi, ayrı bir söhbət yox. Yenə biz gedirik, ziyarət eləyirik, bir ağlayırıq üstündə, bir ürəyimizi Boşaldırsa. Səninki də yoxdur, bu da yoxdur, yap pisdir. Oduna suyun arasında evlə bilmirik. Oda tərəf qaçar, suya tərəf qaçar. And olsun Allaha, 8 Yəni Allah mart özü girəndən, kömək olsun. 8 mart girəndən bu günətən. Bu mart ayı gələndə elə bilirəm ki, dünyada ən pis ay, ən pis bir şey. Nətər deyim? Deyirdim görəsə mən hara gedim? Nətər eləyim ki, gedim ki, orada bir bayram abu havası olmasın. Bax, and olsun Allaha, bacım. Baxırsan sağına, soluna, kəndinə, düz deyə Allah hamını canı sağ eləsin. Sən də qalmışsan donuşa, boynu bükə, adam zəhri çartlayır. Bizim işimiz bax belə. Cavanlıqda o şənliyi sevən adam indi elə bir dərdə düşmüşük ki, şənlikdən qaçırıq. Yəsizliyə, təhliyə qaçırıq. Yenə Allah sağ qapısını açsın. Amin Allah, amin. Bizi yetişsin üstüne. Dünyasını dəyişibdirsə də yenə indi cəsədi tapılsın. Bizim uşaqlarımız hamımızın başına uca yiyir. Əlbəttə. 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 Düz deyir, başımız ucadır, dilimiz uzundur, pis yolda deyil, amma baxırsan sağa, sola, yurdun boş, evin boş. Ayla qocalanda mən necə olacağım, ayla nə bilim nədər olacaq. Qızlar ki, yanımda qalır. Yenə şükür. Bunlar biraz az da olsa fikrini dağıdır. Şükür. Şükür. O qızları verən Allaha şükür. Belə Yoldaşım qızlarla günümüzü keçirir. Sözlerimi tutmuştum, yoldaşım evimde gidiyoruz var. Bir yanında kalır, öbürler de yanında öyle kalmış gibi bir şeydi. Hamısı sözden gelirler, gelirler, gelirler. Deyir bir oğlu var idi. Hə, bir də, 3 qız bir gəl. Allah səbir versin. Çətin dərd. Çətin deyil, çətindən çətin. Fikirləşib, bəzi adam deyir, ağız bulandır, toxtaq ol, ürək verirlər bizə. Amma vallahi bu havayı şükür. İşte, necə deyirəm. Deyilə bax, bu gün də Bərdiyə şəhid gəlmişdi, oradan gəldik. Hə. Bu günlər qar uçqununda şəhid olmuşdu 2 nəfər. Biri Bərdiyə gəlib, biri də Sabirabada. Dəfində idik. Bu günlər oradaydıq, dəfində idik, oradan da çıxdıq, gəldik bura. Pənah qardaş dedi, gedin o anıya bir dəyin, görün nə qarır, yaxşıdırmı? Sağ olsun, Allah kömək olsun. Amin. Sağ ol. Allah canınızı sağ eləsin. Gec də olsa, ildə bir dəfə də olsa, Allah onun canını sağ eləsin Pənah balamın. Ruzisin, bərəkətin versin. Amin. Onu balaların üstünə nəyisi eləməsin. Amin. Elə arada da olsa yad eləyir. Həmişə deyir ki, o ananı gedin ziyarət edin. Allah kömək olsun. Allah ona dəyməsin. Amin Allah. Amin. Kömək olsun. O ki elə bizi yaddan çıxartma. Hə, yox, yox. Həmişə yad eləyirik. Bizim Rusiyada da vəziyyət çətindir. Ukrayna ilə müharibəsi gedir. Orada da vəziyyət çətindir. Amma yenə ona baxmayaraq, yenə sizi yaddan çıxarmır. Pənah qardaşımız yaddan çıxarmırsan. Allah kömək olsun. Allah balların üstündən əksik etməsin. Amin Allah. Amin. Belə oğullar tək-tək yetişir.
hamı insanlar, hamı adamlar. Ama elələri pek. Öz rayonumuzda bak. Yeri gelse görmemişik. Öz rayonumuzda, milyonçularımız var. Bizim Bak öz rayonumuzda milyonçularımız var. Düz. Bir şehit ailesinin kapısını açıp, bir itkinin kapısını açıp, milyonçudular da pul demirler var, tanıyırıq hamısı. Ama o tanımır bizi, yad. Yad bir insan. Özüm bak, bu Allah'ın tanıdım. ömrünü uzun eləsin. Amin olsun. Atasına, anasına doyuncaq versin, balaların gözünde çıraq eləsin. Elə bir insan. Ama özümüzünkiler de tanıyırıq. Milyonçudan mı heç demir. Gedirsən məsələn 20 qəpin çatmır, marketdə tanıyır özdə mən kiməm. 20 qəpim çatmır deyir ver, yoxdur qaytar gel. Elə milyonçular da var. Demir ki bunların oğullarının hesabı oturmuşuq orada. Elədir. Bunların oğullarının hesabı Bəli, oturmuşuq. bəli. Mağazini, bu Bəli. gəliri, bu alveri bunların hesabını eləyirik. Elə bir karovka tutaq ki, şahid ev ailesini bir yad eləyək. O aldığımız da bize halal olsun. Bəli. Var onu deyən Aysa. Yox. Vallahi yoxdur. Düz deyirsiz. Ama yeri geldi deyir, sen balam benim balam. Benim balam sen ola bilmez. Deyir bir nitidik minin tam. Minin tam. Yalandır. Yalan söhbət. Beş Bak vaxt əziz gündür dana bak. Ömür boyu Aysa olsun. əziz gündür. 8 Martdan 21 nətən də heç büyünü demirim. Bir dənə ziyalı qapımızı açıb deyir mi ki? Bəlkə səhv deyirəm ay balam. Ki əziz gündür bu şəhidinlə bunun balasının hesabına biz oturmuşuq. Gedək görək nə var elbə ki hissadı yoxdur para. Heç nə istəmirik, yeni Allah'a şükür. Hər şeyimiz var. Qapımızı açıb deyən yoxdur, gedək əziz gündür. Görək tutaq o ata, ana. Maraqlanmaq lazımdır. Yoxdur. Keyif qapısını açmaq lazımdır. Ona görə də deyirəm ki, mən hər yanda deyirəm, hay balalarımıza, hay. Yəni xırda yağışının da yəni Hardası görüm. Sarı yağışlar. Bugündən narı gəldi. Yox, qalıb bir saat, yağacaq. Göstərmir. Burada yoxdur. 25-nə kimi deyirəm. 25-nə kimi deyib, hə? Büyülü göstər. Bir sən isə göstərmir. Yağmağa 1-2 saat qalanda açılır, göstər. Hədə nəmişliyin artması. Hə. 1-2 saat qalanda yağışa göstərir. Heç yaxsın da bana ara Yerinə, yurduna yağır bənə. Ana bu 44 günlükdən 6 nəfər qalıb, eləmi? Tapılmıyor. Ha, tapılmayan altı. 6 nəfər. Bir Naxçıvandandır. Leytinat İbrahim Fərzadənin öbürlərində o atası yaxşı çıxış edir. Hə, Naxçıvanda. Leytinat olan, eləmi? Leytinat. Bu yaxınlarda da çıxış olmuşdu. Hə. O atada. Çıxışı. Ay sağ ol. Öbürlərdə Yaxşı çıxışı var onun. Şəkidən də var. Şəkidən də biri Şəkidən. Həqiqətləri Biri deyir. də İsmailidandır. Biri də Bakıdandır. Biri bu 6, sınavımız. Biri hardanlar? İsmaildan. İsmaildan da İsmaildan olan deyir. Buradandır, Bakıdandır, Naxçıvandandır, Şəkidən, İsmailidən bir dənəsi də var burada. Qəbələdən. Hə, Qəbələdən. Allah'ımsın qapısını açsın. Sağ salamat gəlsinlər inşallah. Olsun anaları ilə danışıram. Görəkdən inşallah. Allah özü kömək olsun. Salamat çıxarlar. İnşallah. Onlardan da heç bir xəbər yoxdur. İnşallah. Hələ ki elə deyirlər, axtarırıq, gəzdiririk. Devlətdir ona. Bunların devlətin sirrini bilmə bilək. Yox, devlətin bilmək. Devlətin sirrini bilmək. Amin. Allah özü düzəlsin. Sağ ol. Sən də gözün yoldan yıtsın. Deyirəm ki, gələndə Nəcim darvaza pastayla açıq olur. Hə. O darvaza hələ gəlib bir dəfə bağlı görməmişik. Elə bax belə lay açıq.
Elim kendimde onu bağlıyor. Bilirim de onun için deyirəm, hə. Allah öz səbəb salsın inşallah. Sağ salamat qayıtsın gəlsin. Elə o qapıdan girsin içəri inşallah. Sağ ol, Allah köməyiniz olsun. Çətin dərd, çətin. Dedin ki, bilsən deyil. Əlbəttə ki. Biliyə bir-birimizin dərdimizi. Bəs nə dərik? Hamımız bir-birimizi ücretay, balalarımız bağırıyıb hamı bir-birimiz. Bir-birinizə bağlayın. Vallahi. Kur'an hakkı ne bacı yada düşür, ne kardeş yada düşür, ne deden yada düşür, ya nene yada düşür. Allah hakkı. Bu şehit analar görür, birbirimize gedirik. Birbirimizi görende elə birlik biraz dərdimiz yüngülləşir. Biraz nəsilə birlik bir toxtaqlıq kimi. Bax Allah'ın da olsun, hamımız eləyik. Sənin nə çəkdiyini bu bilir, bunun nə çəkdiyini sən bilirsən. Elədir. Öbürsü nə bilir, bu dərdi yox, mən nə çəkərəm. Mən bir-iki məclisdə onu dilə gətirmişəm, nə tərəf. Dedim, dədə babamızın zamanında şəhid yox idi. İmamlarımız şəhid idi. Gelib ərəb ölkələrində onu ziyarət edib gəlirdi. Amma bu qədər bizim şəhidlərimiz var. O hacılar gedib orada 20 min, 30 min pul xərclədilər. Elə onun 10 mini qoysun cibinə, mincə manatın bu şəhidlərə xərcləsin. İmamlarımız da torpaq, namus, su üstündə gelir. Bu şəhidlərimiz də torpaq, namus, su üstündə gelir. Qapısını açsın inşallah. Dəyərli izləyicilərimiz. Onu mən bir neçə yas məclisində demişəm. İndiki uşaqlar da elə imam kimi uşaqlar. Aysi. Bir dənə hamısı. Hamısı imam kimi. Vətəni sevmir. Ha. Halkın sevmir. Anasını Gəl sən bərəkləmən çəkim. Ot yanında. gedərdilər. Ana, anası var kimi. Allah'a qurban olsun. Orada işıqlı düşürdü. Allah Köşək düzgün tut. uşağı ki öz dərgahına aparacaqdı, ona öz nurun vermişdi. Ya, Baba bir vərəqə çevireyim. Ha. akşamı bir boğul oldu. Allah boğul vermişti. Güzel. Bu döyüş vaxtı çəkilənlərdir. De bax, bu Ağdaşdan olan mənim əsgər yoldaşımdır və bizim prizivdir hamısı. Elə mi? Ha, bax, bizim bölümümüzdəki zastavadaydılar bu əsgərlərin ikisi də. Yalama postundaydılar. Zastavada. O şeydə Xaçmazda var ya. Bildim. Sarı Qusara düşürdü, Qusarın kəndi. kendi var. Burası zastavanın həyətidir deyəsən. Rəhmətli atası deyiləm. Ha, Kişi yazıq özümün. Hiç doğuya gitmiştiler burada çekir. Orada çekir. Çayımız için. İçəcək, narahat olma. Yəqin and içmədə çəkilib bu. Yoxsa məzuniyyətə gələn? Onu buraya gelmişti. Məzuniyyətə. Məzuniyyət vaxtı. Ha. Geldiler. Bu da yəqin son çəkdi. Məktəb sinif yoldaşlarına çəkdir. Uşaqlıqda çəkdi deyişək. Bu da yəqin xidmətdə olanda çəkdiribdi. Ne oldu? Bu da döyüşdə çəkiləndir. Sarda.
Gitti bir aydı, bir ay öldü. Ha, Neşet oldu bir aylık. Onu da biz yanına gitti. Yanına girende o çektirdiği şekeri zaten verdi bize. Ha, orada çəkilən Ha, şəkillər. orada çektirdiği mi? Kart verdi kutusunu ki onlar biz karşısını getirik. Yaxşı gene verir. Ha, Vallahi şeyler yaxşı gene verir. cebinde pul vardı. Onu da verdi. Cebinde olmaz sakladım. Bir daha kalanını harda başlayacağım. Kustursun sende. Bak benzine verirsin. Əziyyət çəkən uşaq olubdur. Ya Allah. Allah öz kömək olsun. Allah səbrinizi versin. Allah şəhidlərimizə də rəhmət eləsin. Allah qazilərimizin də şəfasını versin. Qazilərimiz də elə şəhidlərimizin canlı şahidləridir. Keşke yada sarsınız. Gelen ayaklarınız var olsun. Allah köməyiniz olsun. Borcumuzdur. Çok sağ olun. İnşallah Allah qismət eləsin. Gələn vaxt bir şad xəbər eşidək. İnşallah. İnşallah onu da yığışaq. İnşallah. Allahın yazdığı qismətdir. Çətin dərddir, amma şərəfli yoldur. Maraqlı elə hamısı bayıq o uşaqlar. Bana hamısı seçilmişlərdir. Hamısına baxsan gözəl göyçək uşaqlardır. Allah öz kömək olsun. Bu Gəncə yolunda vuruldu böyük şəkildə. Şəhidləri şəkildə. Allah biri birindən gözəl. Özümüzdən Ağcabədillər, Ha. Harda? Gəncədə. Yox. Ağcabədi şəhidlərindən bəri də Goranboyun şəhidləri vurulub son vaxt. Bilmirəm, getmisən yoxsa yox? Yox, elə vaxt getdi. Yox, vurulubdur. Axırıncı desən Ağcabədillərdə. Yox, Ağcabədililərdən sonra da bu Goranboy, Dəli Məmmədli şəhidlərini vurubdular. TikTokda baxmışam. Vüsalın şəklindən bəri xeyli çox şəkil var. Bir 30-40 dənə. Çox. Axırıncı son demək bir ay olar, bir ay olar bizim Ağcabəddən 12 şəhidlər son dalbada vurulub orada. Sən ara bir. Bir ara dəmirlər vurmuşdular. O dəmirlərin hamısı doldu. Doldu. Hə, ondan sonra Deyirlər ki, güya o şeydən aynı da pis o. İndi bilmirəm. yox, yer qalıb amma bilmirəm. Mən bilən o Goranboyun şəhidlərini eləmək istəyirdilər şəhid ailələri. Ha, belə dəyərli izləyicilərimiz, Allah bir daha hamımıza can sağlığı versin. Yenə sağ olsun Pənah qardaşımızın sayəsində yenə gəldik. Anamızı bir ziyarət elədik, bir dərdinə şərik olduq. Allah hamınızdan kömək olsun. İnşallah yenə Allah qismət eləsin. Tək ki, gələn bir şad xəbəri gəlsin qardaşımızın gələk. İnşallah elə bir çəkiliş çəkək burada. Allah hamınıza kömək olsun. Teşekkür ederim. Çok sağ ol. Şöyle benim kardeşe de teşekkür ederiz. Çok sağ olsun. Allah kömeği olsun. Rızkısını bol eləsin. Amin. Allah köməyiniz olsun. Elə o ki oradan oraya görmediğimiz bir halda bizi düşünür. Allah da onu həmişə xoş gününü düşünsün. Amin. Amin. Elə bu dualarınız nə desəz bəs. İnşallah her şey yaxşı olar. İnşallah. O da gələr Asım məclisində oturar başda. İnşallah. İnşallah Allah qismət eləsin. Allah'a gün eləsin. Amin. Amin. Allah'a gün eləsin.